iştirakçıları, əziz gənclər, ilk öncə hər birinizi İncəsənətin tərəqqisinə dəstək İctimai Birliyi adından salamlayıram. Hər birinizə öz xoş arzularımı çatdırıram. Bir dəqiqəlik zəhmət olmasa şəhidlərimizi yad edək. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, əziz gənclər, bugünkü tədbirimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə regionlarda İncəsənətin gənclər arasında təbliğ istiqamətində bir tədbirimizi həyata keçirdirik. Bu tədbir nə xoş ki, bizə regionlarımızda həyata keçirir. Siz gənclərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə etmişik. Bu günləri bizim əsas məqsədimiz odur ki, bugün bu auditoriyada gənclər arasında incəsənəti təbliği, maarifləndirilməsi və incəsənətin cəmiyyətimizdəki ruhundan danışmaq. Bu günləri Azərbaycan mədəniyyəti, incəsənəti ölkənin diqqət mərkəzindədir və ölkəmizin Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyəti, incəsənəti dövlətin əsas siyasi prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu günləri xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mədəni, sosial layihələrin və həyata keçirilən təşəbbüslər nəticəsində bizim aşıq sənətimiz, muğam, xalçaçılıq ənənələri, digər milli mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox işlər həyata keçirilir. Azərbaycanın incəsənəti, mədəniyyəti beynəlxalq aləmdə tanınır və qəbul olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə bizim tarixi abidələrimiz ölkəmizdə, xaricdə tarixi abidələrimiz bərpa olunur, bir çox mədəniyyət günləri keçirilir, konsertlər, festivallar və bu da mədəniyyətlər arası diyaloqun inkişafının təmin edir. Təşkilatımızın əsas məqsədi Azərbaycan mədəniyyətini və incəsənətini biz beynəlxalq aləmdə tanıtmaq, ölkəmizdə tanıtmaq və bu istiqamətdə öz töhfəmizi verməkdir. Və biz təşkilatımız qısa müddət ərzində yaranmasına baxmayaraq 2025-ci sentyabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır və biz rəsmi fəaliyyət göstəririk. Və biz bir çox tədbirlər təşkil etmişik, təşkilatımızın nəzdində Zəfər Yurdu ansamblı yaratmışıq və bu Zəfər Yurdu ansamblı 60 heyətdən ibarətdir. Burada akademik vokal, milli vokal, estrada janrında muğam, saz aşıqlarımız və xalq çalğı alətləri fəaliyyət göstərir. Və biz bu Zəfər Yurdu ansamblı ilə birgə bir çox tədbirlər həyata keçirmişik və biz sonuncu dünya miqyaslı BMT-nin həyata keçirdiyi BUF 13-də təşkilat olaraq iştirak etdik. Və biz Səslərdə Şəhər 13 Mimarlıq Ritmi adlı tədbir həyata keçirdik. Burada 13 kompozisiyanı birləşdirən musiqi təqdim etmişik. Və bu kompozisiyalar urban mədəniyyəti ilə birləşərək Azərbaycan mədəniyyətini şəhər salmada biz xarici qonaqlarımıza təqdim etdik. Bir mənalı olaraq bizim həyata keçirdiyimiz bu kompozisiya xarici qonaqlar tərəfindən çox rəğbətlə qarşılandı. Biz də təşkilat olaraq ondan qürur duyduq. Və nə yaxşı ki, bizim təşkilatın nəzdində bu cür gənclərimiz var. Biz bugün bu gənclərə dəstək oluruq və bizim təşkilatın nəzdində Xəzri Rəqs ansamblı da fəaliyyət göstərir. Biz Xəzri Rəqs ansamblını da BUF 13-də biz bunu da xarici qonaqlarımıza təqdim etdik. 44 günlük Vətən Savaşının yazılmış, həsr olunmuş musiqi kompozisiyasını biz beynəlxalq qonaqlarımıza təqdim etdik. Daha sonra biz Milli İncəsənət Muzeyində Zərif Səfər adlı konsert proqramı həyata keçirmişik. Teatr İttifaqında Xadimlər İttifaqının birgə təşkilatçılığı ilə tədbirlər həyata keçirmişik və bu günləri biz Azərbaycan mədəniyyətini lazımı istiqamətdə əlimizdən gəldiyi qədər dəstək oluruq və bizim məqsədimiz bu günləri regionda bu tədbiri həyata keçirməkdə odur ki, siz gənclərə dəstək olaq, bu istiqamətdə hər bir gəncə
səhnə yaradıcılığında onlara kömək olaq. Çünki hər bir xalqın gücü onun mədəniyyətində, incəsənətində özünü göstərir. Biz yalnız incəsənət dedikdə, yalnız burada rəssamlıqdan, musiqidən, ədəbiyyatdan danışmırıq. Çünki incəsənət hər bir insanın düşüncəsini, onun dünya görüşünü zənginləşdirən bir mühüm bir vasitədir. Və bu günləri siz gənclər gün-gündən dəyişən dünyamızda siz gənclərin qarşısında böyük çağırışlar dayanır, informasiya bolluğu, sosial şəbəkələrin aktivliyi və sürətlə dəyişən bir vaxtda bəzən insanlar mənəvi dəyərlərdən uzaqlaşır. Belə bir vaxtda incəsənət gənclərin düzgün istiqamətləndirilməsində, onların yeni nailiyyətlər əldə etməsində və asudə vaxtlarının səmərəli təşkilərinə böyük töhfə verməkdədir. İllər boyu Azərbaycan zəngin mədəniyyət yetişdirmişdir, yaratmışdır və bu torpaqlarda şairlər, yazıçılar, bəstəkarlar, sənətkarlar yetişmişdir və buna görə bizim borcumuz, əsas məqsədimiz biz mədəniyyətimizi qorumaq, gələcək nəsillərə ötürməkdir. Siz gənclərin də üzərinə düşən əsas məqsəd odur ki, gəlin bizim Azərbaycan mədəniyyətini təmsil edəsiniz, gələcək nəsillərə çatdırmaqdır əsas məqsədiniz. Bu böyük bir məsuliyyət olaraq sizin üzərinizdədir. Və bu günləri siz gənclərin musiqilərini, rəqslərini dinləyəcəyik və bizim əsas məqsədimiz odur ki, biz bu tədbiri burada həyata keçirdək, istedadlı, yaradıcı insanlar aşkarlayaq, biz saz aşıqlarımızı dinləyəcəyik və biz onları istərdik ki, ansamblımızın üzvü edək, gələcəkdə paytaxtda həyata keçirdiyimiz tədbirlərdə bu gənclərə dəstək olaq, onları dövlət tədbirlərində, konsert proqramlarında onlara dəstək olaq. Biz Azərbaycan mədəniyyətini mart ayı üzrə Tacikistan ölkəsində təmsil etmişik. 30 ölkənin iştirak etdiyi tədbirdə biz Azərbaycan mədəniyyətini Müslüm Maqamayevin Azərbaycan musiqisi Tacikistanda səslənmişdir. Bu ölkələr arasında bizə nə xoş ki, biz bu mədəniyyətimizi, bu musiqimizi Tacikistan ölkəsində təmsil etdik və həqiqətən də biz Azərbaycan bayrağını həmin ölkədə qaldırmaq bizə nəsib oldu. Və bu yaxından biz 15 iyun Qurtuluş günü ilə bağlı olaraq bizim Zəfər Yurdu ansamblının bir qrup gəncləri Goranboyda ezam olundular, orada konsert proqramlarında iştirak etdilər. Buna görə də bizim bu günləri məqsədimiz odur ki, bu regionlarda da bu layihəni həyata keçirək və siz gəncləri də buradan həmin ansambla cəlb edək, siz də gələcəkdə səhnə qabiliyyətinizi daha da artıraq. Və mənim sizə əsas tövsiyəm odur ki, siz gənclər incəsənətə marağınızı artırın, muzeyləri, teatrları, sonra incəsənət sahəsində olan dərnəklərdə fəaliyyət göstərin. Sizin bu istiqamətdə inkişaf edəcəksiniz və bir də baxacaqsınız ki, siz mədəniyyət sahəsində yetişən vətəndaş olaraq yetişmişsiniz və öz cəmiyyətinizə, öz töhfənizi vermişsiniz. Bəzən bunu da qeyd etmək istərdim ki, gənclərimiz, incəsənətə marağı olan gənclərimiz valideynlər tərəfindən düzgün istiqamətləndirilmirlər. Onlar valideynlərin təhkimi ilə başqa universitetlərdə ali təhsil alırlar. Ancaq onlar vaxtında düzgün istiqamətləndirsələr, incəsənətə olan marağı olan gənclərimiz həmin istiqamətdə təhsil alsalar, yəni bu özlərini inkişaf etdirərlər. Çünki kiçik uğurlar, böyük uğurlar kiçik adımlardan başlayır. Buna görə də siz gənclər vaxtında bu istiqamətdə əgər istedadınız varsa, təhsilinizi davam etdirin. Biz bu yaxından Slavyan Universitetində bir tədbir həyata keçirdik və bu tədbir Slavyan Universiteti incəsənət sahəsində olan gənc yetişdirir, müəllim yetişdirir. Və ayağa qalxan bir gənc bizdən akapella bir mahnı müşahidə etmək istədik. Qarabağ şikəstəsini sizlər üçün ifa etmək istəyirəm. Biz onu səhnəyə dəvət etdik və həqiqətən Qarabağ şikəstəsini o qədər musiqisiz gözəl ifa etdi. Bizdə sual yarandı, siz hansı ixtisas üzrə təhsil alırsınız? Və o dedi ki, mən Rus dili fakültəsi üzrə, biznes əlaqələr üzrə təhsil alıram və 2 ildir təhsil alır.
Gənc nə rus dilində qabiliyyəti yox, nə də ki, aldığı ixtisas üzrə onda təkmilləşmə heç bir şey həyata keçməmişdir. Və biz o da gəncə dəstək olduq. Musiqi təhsili olmadan biz ona məşqlər həyata keçirdik və biz onu şans verdik dövlət tədbirlərində səhnə qabiliyyətini yaradaraq konsert proqramlarımızda onu çıxartdıq. Və ona görə mən sizə tövsiyəm odur ki, siz əgər incəsənətə marağınız varsa, az yaş vaxtınızdan bu sahədə uğur əldə edin, uğur qazanın. Bu günləri bizdə burada Aşıq Muzeyində ev sahibliyi edən buranın rəhbərliyi Əminə xanıma özlərinin təşəkkürümü bildirirəm ki, bizim əziyyətimizi çəkib, siz həmkarlarınızı bura dəvət edib, sizlər burada tədbirdə iştirak edirsiniz, bizləri dinləyirsiniz, çox təşəkkür edirəm. Mən bu günləri bizim burada hörmətli müəllimimiz iştirak edir. Mən istərdim ki, Nazim müəllim iştirak edir. Mən istərdim ki, Nazim müəllim öz gənclərimizə tövsiyəsini versin, incəsənətlə bağlı dinləyirik Nazim müəllim. Mən arzu edirəm ki, biz qədər daha geniş kütlər qarşısında, insanlar qarşısında sizlərə bu imkandan istifadə edib nələr demək? Birinci, xanım qeyd elədi, aşıq sənəti. Aşıq sənəti bizim elə bir məmləkətdə yaşayırıq ki, bu məmləkətə bütün böyük dövlətlərin gözü olur. Və biz elə bir millətin nümayəndəsiyik ki, onun üçün Türklər deyir ki, Türk olmaq çətindir. Çünki ətraf hər kəs ona düşmür. Türk olmaq şərəfdir. Çünki sən Türksən, ətrafla savaşa bilir, tək başına savaşır. Yəni, belə bir məmləkətin məhv olmağının qarşısını alan birinci səbəb nədir? Birinci səbəb aşıq sənətidir. Çünki bir milləti məhv eləmək üçün onun yaddaşını məhv eləmək, tarixini məhv eləmək lazım. Tarixi və yaddaşı yaşadan aşıq sənəti olur. Və aşıq sənəti bu sahədə biz hər zaman bu sahəyə elə bir düşmənlərimiz ya bunu dərk eləməyib, ya da görə bilməyib, bunu unuduq. Hər cürə bizə işğal məqamları yetirirlər, yaltaqlı insanları vəzifə başına gətiriblər, riyakar insanlara daha çox önüm veriblər ki, cəmiyyətdə şərəfli insanlar daha az olsun, nəinki söhbət birinci növbədə Rus işğalına gedir, SSR dövrünə gedir. Bugün zalı gəzdik. Zalı gəzəndə biz rəhmətlik Heydər Əliyevin mədəniyyətimizdə, aşıq sənətinə qoyduğu günlərin şahidi olduğu şəkillərdə baxdıqda və mən həmin dövrün şahidlərindən biriyəm. Bugün Şuşada bir neçə mədəniyyət tədbirlər keçirilir. Bu layihə Heydər Əliyev Fondunun nəzdində keçirilir, müxtəlif prezidentin təbii ki, dəstəyi ilə olur. Bu, xalqımızın mədəniyyətinin inkişafına böyük kömək. Bir qədər əvvəl mən dünən bir şey paylaşmışdım, geçmişdə paylaşdım, 2021-ci ildə təkrar paylaşdım. Bu nədir? Atatürk deyir ki, bir səfaləti və yoxsulluğu aradan qaldırmaq üçün cəhalətdən başlamaq lazımdır. Cəhaləti aradan qaldıran güc isə mədəniyyətdir, elmdir. Cəmiyyət hökmən birinci nədən başlamalıdır? İnkişaf üçün. Elmi inkişaf etdirmək lazımdır. Onun üçün qədimdə belə bir söz var, dahilərimiz deyir. Bir məmləkətdə kölə olmamaq üçün orduya üstünlük vermək lazım. Bir məmləkət kölə olmamaq üçün onun ziyalısına hörmət qoymaq lazım. Atatürk'e deyirlər ki, sizin maaşınız prezident kimi, dövlət başçısı kimi nə qədər olsun, deyir eləyin müəllimdən artıq olmasın. Müəllimin maaşından artıq olmasın. Və müəllimə hər zaman bir nəfər Azərbaycanlı müəllim gedirmiş Yaponiyaya. Orada görüş keçirirlər. Sonra onlar metroda gedərkən ondan yaşca böyük bir insan ayağa qalxıb və bu Azərbaycandan gedənə yer verir. Bu oturmaq istəmir, ancaq təkid edirlər, oturur. Deyir, məndən yaşlıydı, ona yer verir. Sizin döş nişanınızda müəllim statusu var idi. Yaponiyada müəllimə hər kəs hörmətlə yanaşır.
Yəni bu cəhaləti aradan qaldıran güc nə oldu? Müəllim oldu və mədəniyyət oldu. Ona görə cəmiyyətdə dövlət öz əskərini doyurdura bilmirsə, onun maaşıdır, yeməyidir, silahıdır, nəyidir. Başqa dövlətin əskərini yedirdirmək məhkumdur. Bugün siz xatırlayırsınız ki, Azərbaycan dövləti bütün gücünü dünyanın hər yerindən münasib silahlar alaraq mənfur, qorxaq, himayədarın hesabına işğal mövqeyinə sahib olan erməniyə qalib gələ bildik. Bu, Azərbaycan dövlətinin uzaqgörən siyasətinin sonucuydu. Bugün bizim bayrağımız Azərbaycan torpağının bütün nöqtələrində dalğalanır. Bugün dünyanın, baxın, Türkmənistanın prezidentini harada qəbul edir? Füzulidə, aeroportda qəbul edir. Bakıda yox. Bəzən tədbirləri harada keçirir? Qəbələdə keçirir. Bunlar nədən ibarətdir? Təkcə mədəniyyətin inkişafını regionlara bağlamaq istəyir ki, regionlarda da bu sahə inkişaf edəsin. Bu, hər birimizin zərrəşir, bu inkişafa qayğıya diqqət göstərmək, bu qayğıya məsuliyyətlə cavab vermək. Mən inanıram ki, Azərbaycan dövləti bu qayğını get-gedə daha da artırır və inkişafımıza nail olacaq, daha böyük sürətli inkişafına. Bugün baxın, dünyanın bir nömrə düşməni, dünyanın, Çinin, Rusiyanın, Amerikanın, Fransanın düşməni kimdir? Türkiyə. Türkiyə nəyə görə ayaqda qala bilir? Elminin, mədəniyyətinin inkişafına qoyduğu qayğının hesabına. Bugün bayraqlarla erməninin göz açmağı qoymadı. Erməni əskərləri deyir ki, bayraqların səsini işlərdə bilirdik ki, biz ən azından ölə bilərik. Bizim yaşamaq şansımız kiçildir. Həmin onun hesabı nədir? Biz elmə, mədəniyyətə qoyulan sərmayədir. Bugün Azərbaycanda bu sahəyə sərmayə güclü artır və onun nəticəsidir ki, bugün bu layihə sizlərlə görüşə gəlir ki, layihədə sizi buna qarşılıq verəsiniz. Dövlətin bu qayğısına qarşılıq verəsiniz. Sizə bir daha təşəkkür edirəm. Bana vaxtları dinləyə bildiyinizə göstərir. İndi istərdim ki, Əminə xanıma söz verək. Əvvəla hər birinizi Aşıq Sənətli Aşıq Hüseyin Bozadlanın adına Azərbaycan Aşıq Sənətli Dövlət Muzeyi adından salamlayıram. Xoş gəlmişsiniz. Əslində böyük təşəbbüsdür. Yəni gənclərin incə sənətdə yeri hamımız bildiyimiz kimi böyükdür və siz də bu yolda gənclərə incə sənəti təbliğ etmək yolunda və belə tədbirlərin keçirilməsində böyük zəhmət verdiyinizə, əmək verdiyinizə, biz də sizə bir balaca da olsa dəstək verdiyinizə görə çox şadıq. Biz sizə təşəkkür edirik. Regionlarda bu cür tədbirlər etdiyinizə görə bir daha təşəkkür edirik. Çox sağ olun. Mən istərdim yerdəki həmkarlarımıza mədəniyyət incəsənət sahəsində onların öz fikirlərini dinləyək. Burada gənc aşığımız var, onun öz fikrini dinləyək. Bu mədəniyyətimizi, incəsənətimizi bir gənc olaraq gələcəkdə necə görmək istəyirsiniz? Mən siz arxada oturan o iki gənci, az yaşlı gəncimizi dinləmək istərdim. Təşkil edin. Bəhtəndəyik. Həsənzadə İbrahim. Sən bir... Abdullah Əsanlı. Hansı müzik məktəbində təhsil alırsınız? Aşkınız elində burada. Bizim üçün bugün nə ifadə edilərsiniz? Elə səhnəyə çıxmışkən siz öz sözünüzü bizə sazla deyin, biz sizi dinləyək. Nə ifadə edəcəksiniz? Musiqinizin, əsərinizin adını deyin. Ben sabaha gel, Ayşe. Sabaha gel. Gel, sen de gel.
Çox sağ olun. İndi istərdik ki, bədii hissədən danışmışkən biz Tovuz Uşaq Musiqi Məktəbinin hörmətli saz aşığı Rövşən müəllimi dəvət edirik. Değerli ki sözünü ifade ederek ve demək olar ki, Afganların çoxu şahiddir. 43 illik həyatımın 30 ilini bu sənətə vermişim və yetərincə də 20 ildə demək olar ki, Şəhzad Rzayevanın Uşaq Musiqi Məktəbində saz müəllimi işləyən və yetərincə də gənclərin bu sənətə gəlməyində əlimdən gələni əsirgəməmişəm və yəqin ki, bundan sonra qalan ömrümüzdə bu sahədə gənclərimizə, oralarımıza həsr etmək üçün Bir dənə əlavə eləmək istəyirəm Rövşən müəllim haqqında. Rövşən müəllimi qısaca təqdim eləmək istəyirəm sizə. Gədəbəydə keçirilən Aşıq Festivalında Rövşən müəllim birinci yer tutaraq Qızıl Saz mükafatına layiq görülmüşdür. Hal-hazırda Əsəd Rzayevan'a Tovuz rayon 7-23 Musiqi Məktəbində saz müəllimi işləyir. Bütün tədbirlərimizdə yaxından iştirak edir, rayon tədbirlərində də eləcə də bu gün də bizim tədbirimizə gəldiyiniz üçün xüsusi təşəkkür edirik. Rövşən müəllim.
fəaliyyətiniz, sizə fəaliyyətinizdə, incəsənət sahəsində göstərdiyiniz fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür ederim. Dinləməyə hazırıq. Çünki özümüzün istəyimiz olurdu, bunun hazır olub sənətə gəlmək. Ne gözəl. Və həqiqətən də kimsə məni bu yolda, istiqamətdə başqa mən də yönləndirməyə çalışdılar. Hansısa bir başqa sahəyə. Ancaq Ne yaptınız? İçimdə Siz olan. siz bu cür gençlər yetişdirirsiniz. Çünki dərs həvəsi mənim sada olun. Ümumiyyətlə, sağlığımın İncəsənətdə həvəsiniz olur. və qismətimə gəlir bu sənət çıxdı. Ne güzel, size fəaliyyətinizdə bir daha uğurlar arzulayıram. Təşəkkür edirik. Mən istərdim indi yenidən həmkarlarımızdan, gənclərimizdən, mədəniyyət sahəsində hər hansı bir öz tövsiyələrindənmi, ya bizim gələcəkdə mədəniyyətimizi necə görmələrindənmi, bizim mədəniyyətimiz, incəsənətimiz dövlət dairəsi ilə bu günlərdə əhatə olunmuşdur, yeni zəfərlərə addım atır. Mən istərdim ki, siz mədəniyyətimizdən, Azərbaycan mədəniyyətindən qısa da olsa öz fikirlərinizi bildirəsiniz. Burada bir xanımımız var. Siz hansı sahə üzrə fəaliyyət göstərirsiniz? Rəsm dairəsində işləm. Nə yaxşı. Rəsm qaleriyasının biz dünənlərimiz Qazax bölgəsindəydik. Oranın rəsm qaleriyasının rəhbəri Münəvvər xanım geniş çıxış etdi və hətta dedi ki, bizim rəsm qaleriyamızda dərnəklər fəaliyyət göstərir. Oradakı gəncləri dərnəklərə cəlb etmək, orada iştirak etməklərini oradan səhnədən onlara təqdim etdi. Buyurun, sizi dinləyirik. Rəsm dairəsində hazırda dərnək fəaliyyət göstərir, amma mədəniyyət mərkəzində dərnəyimiz vardı. Allah rəsm kursu, orada rəsm dərsləri keçir. Rəsm sahəsində bizim gənclərimizin istedadı bu istiqamətdə necədir uğurları? İstedadlı gənclərimiz varmı? Şəhər salmada hansı işləri gördü, hansı rəsmləri təqdim etdilər? Qazaxda İdman Naziri gələndə orada Gənclər İdman Nazirliyi sərgi təşkil olunmuşdu və bir neçəsi orada fərq-fərq olaraq tərtib olunmuşdu. Nə gözəl, bu illəri Qazax rayonu Gənclər İdman Nazirliyinin təbii Qazax Gənclər Paytaxtı elan olundu. Nə gözəl. Çox sağ olun, təşəkkür edirəm sizə. Xanım, siz hansı sahədə fəaliyyət göstərirsiniz? Artıq mən özümü gərək seçim edəm, təqdim edəm sizi. Mən Əhmədova Nidar, Tovuz rayon mədəniyyət mərkəzinin Cəddət Gənclər Futbolunun müdürəsiyəm. Mədəniyyət sahəsində fəaliyyət göstərir. Bizdə adətən əsasən tədbirlər, tamaşalar, teatrlar bu sahədə fəaliyyət göstərir. Mən mədəniyyət sahəsində işlədiyim üçün mən çox şanslı, özümü çox şanslı hiss edirəm. Mən üçün çox qürur vericidir. Tədbirlərdə biz həm onun necə deyirik, tədbirlərə hazırlaşarkən əyləncə olur, çox qürur verici olur. Bir işi əmsə gətirdiyimizi biz onu insanlara ötürdüyümüzü biz çox sevinirik də belə deyirik. Bizim çox qürur vericidir, çox şanslı və gənclərə də mədəniyyət sahəsində işləməyə arzulayırıq. Çox sağ olun. Sizə alqışlayırıq. Mədəniyyət sahəsində, teatr sahəsində fəaliyyət görürük. Biz bu təşkilatımızla Hacı İsmail müəllimlə, Teatr Xadimlər İttifaqının rəhbəri Hacı müəllimlə biz 2 fevral Gənclər Günündə çox böyük tamaşa və konsert proqramları həyata keçirdik və biz Hacı müəllimlə planlaşdırırıq. Qarabağda biz tamaşa aparaq, Mərdan tamaşasını ora aparaq, Zəfər Yurdu ansamblı ilə birgə. Çox sağ olun. Başqa bizim danışmaq istəyən danışdı, rəsm qaleriyasından, teatrda fəaliyyət göstərirlər. Başqa, siz xanım, harada fəaliyyət göstərirsiniz? Siz Mən Konstantin yaşamında gəldiyinizə görə təşəkkür edirəm. Gənclərlə belə gözəl tədbirlər keçirdiyinizə görə təşəkkür edirəm. Biz də tarixçi olaraq bir bölgənin tarixini keçirsiniz. Bölgənin tarixi keçmişini gənclərə, gələcək nəsillərə özümüzə fəaliyyət göstəririk. Hər zaman mədəniyyətə, ölkəmizin cənab prezidentimizin bütün sahələrə olduğu kimi mədəniyyəti də öz dəfələrini vermişdir, diqqət iqarəsi göstərmişdir və bizim tariximizi, yəni tarixi keçmişimizi bugün biz dəqiqdən bilməliyik ki, gələcək nəsillərə daha təqdim edək, daha bizə təqdim edək. Bugün tarixi nailiyyətlərimizi inşallah istəməyə. Çox sağ olun. Çox sağ olun. Xanım, alqışlayırıq. Siz də söz istəyirsiniz oyladınız.
Bu təqdim elə. Gəncsiniz, bu təqdim edin. Musiqi məktəbində xanım səhv eləmirəmsə musiqi məktəbini bitirib, hansı fakültə üzrə? Gözəl. Amma ki, musiqiyə olan həvəsim belə o qədər də çox deyildi. İndi amma belə əvvəl çağ yerində olsam, əvvəlki kimi olsa, hər şey fərqli olardı bəlkə də, hazırlaşardım. İstəyərdim incəsənətlər, şəvəs yadansın, Oturun əyləşən xanım çox gözəl vurğuladı. Bu günləri bizim Azərbaycan mədəniyyəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən diqqət mərkəzindədir və dövlətin mədəniyyət və incəsənət sahəsində əsas siyasi prioritetlərindən birinə çevrilmişdir və bizim də təşkilatımızın əsas məqsədi dövlətin incəsənət, mədəniyyət sahəsində apardığı siyasəti dəstəkləmək və beynəlxalq aləmdə təqdim etməkdir. Və bu günləri hər birinizə öz təşəkkürümü bildirirəm. Mən istərdim siz xanım öz adınızı bir vərəqdə qeyd edəsiniz, siz adınızı qeyd edəsiniz, siz adınızı qeyd edəsiniz. Mən onları sizə təqdim edərəm. Və bu günləri bizim bədii hissəmizdə rəqsimiz var. Burada yerimiz məhdud olduğundan biz istəyirik onu açıq havada sizlərə təqdim edək. Daha sonra isə bizim tədbirimiz yekunlaşmır. Aşağıda birinci mərtəbədə çay, kofe təşkil olunubdur. Orada mən sizi daha yaxından tanıyaram. Biz gənclərə hansı istiqamətdə, nə format dəstək ola biləriksə, mən əlimdən gələni sizlər üçün etməyə hazıram. Çox sağ olun. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın.
Güzel səhnələrdə o gün olsun, rəqs edəsiniz.